Salam əziz izləyicilərim. 2025-ci il dekabr ayını əhatə edən büdcələr haqqında aylıq proqnozları nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlcə bir məlumatda xatırladım ki, YouTube kanalımda büdcələr haqqında həm illik, həm aylıq, həm də digər maraqlı proqnozlar paylaşıram. YouTube kanalıma abunə olub digər proqnozları da izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız. İndi isə keçək proqnozlarımıza. Beləliklə, Qoç bürcü. Dekabr ayında Qoçlar üçün bir qədər xoşa gəlməzliklər olsa da, sonu pis nəticələnməyəcək. Dekabrın ilk günlərində çalışın ki, vasitəçi insanlardan istifadə etməyəsiniz, öz işlərinizi özünüz görə bilsəniz daha yaxşı olar. Əgər vasitəçi insanlardan istifadə etsəniz, həmin insanlarla münasibətlərinizin korlanacağı görünür, ortada mübahisələrin və münaqişələrin yaranacağı görünür. Bu isə sizin əsəblərinizə də pis təsir göstərəcək. Gördüyünüz kimi, hamısı bir-biri ilə əlaqəlidir. Əgər vasitəçi insanların köməyindən istifadə etsəniz, ayın ilk 20 günündə keyfiniz o qədər də yaxşı olmayacaq. Odur ki, işlərinizi özünüz həll edə bilsəniz, öhdəsindən də gələ biləcəksiniz. Ayın son 10 günlüyündə isə iki müxtəlif istiqamətdən gəlirlərin gələcəyi görünür. Həm də karyera üçün uğurlu zamandır. Karyera baxımından da ilin sonunda bir addım yüksələcəyiniz görünür. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranızla bağlı baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Qoçlar üçün bu aya olan proqnozlarımız bu qədər. Boğa bürcü. Dekabr ayı boğalar üçün iki hissədən ibarət olacaq. Ayın birinci hissəsi xoşa gəlməz, ikinci hissəsi isə uğurlu olacaq. Ayın ilk hissəsində həm sağlamlıqla bağlı problemlərin yaşanacağı görünür, həm də iki müxtəlif istiqamətdə yersiz xərclərin çıxacağı görünür. Ayın 15-dən sonraki dövrdə yeni iş təklifi də ala bilərsiniz, iki müxtəlif istiqamətdən gəlirlərin də gələcəyi görünür. Dolayısıyla ilin sonu da sizin üçün uğurludur. Növbəti ilə nikbin şəkildə keçmək daha yaxşıdır. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Boğalar üçün bu aylıq olan proqnozlarımız bu qədər. Əkizlər bürcü. Dekabr ayı, həm də ilin sonu sizin üçün uğurlu bir dövrdür. Ayın ilk günlərində bir qədər maddi problemlər özünü qabarsa da, ayın 6-sından sonra hər şey qaydasına düşəcək. Yeni ideyalarınızla bağlı işlərə başlaya bilərsiniz. Bu işlərdə sizə kömək edən insanlar da olacaq. Ayın 15-dən 20-sinə qədər olan iş səfərində hər şeyi qaydaya salmış olacaqsınız və ay ərzində, daha doğrusu ayın son 10 günlüyündə iki müxtəlif istiqamətdən gəlirlər də əldə edəcəyiniz görünür. Həm də karyera üçün yeni addımlar atacaqsınız, yeni dövrün başlanğıcıdır. Beləliklə, ayın sonu və ilin sonu sizin üçün daha uğurludur. Növbəti ilə nikbin şəkildə keçə bilərsiniz. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Əkizlər üçün bu aylıq bu qədər. Xərçəng bürcü. Dekabr ayı xərçənglər üçün bir qədər dəyişkən aydır. Ayın ilk günlərində maddi məsələlər önə çıxacaq. Ayın 5-dən 11-nə qədər olan dövrdə isə münasibətlərlə bağlı problemlər ola bilər. Çalışın ki, köhnədən olmuş problemləri yenidən qabardıb şişirtməyəsiniz. Əvvəldən olan mübahisələri yenidən tərpədib, yəni yenidən qızışdırıb davam etməyə çalışmayın. Əgər bunu etməsəniz, hər şey qaydasında olacaq. Ayın 10-dan ayın sonuna qədər olan dövrdə isə 3 müxtəlif istiqamətdən gəlirlər əldə edəcəyiniz görünür. Maddi baxımdan ən uğurlu ay olacaq. Ancaq ayın 15-dən 20-sinə qədər olan dövrdə xərclərinizin də çox olacağı görünür. Çalışın ki, pulunuzun hamısını xərcləməyəsiniz. Ümumiyyətlə, ilin bu son ayı sizin üçün daha uğurlu aylardan biridir. Odur ki, növbəti ilə nikbin şəkildə keçmək olar. Xüsusi şəkildə özünüzə, sağlamlığınıza, işlərinizə və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Xərçənglər üçün
bu aylıq bu qədər. Şir bürcü. Dekabr ayı şirlər üçün uğurlu aylardan biridir demək olar. Ayın ilk 10 günlüyündə olan xoşagəlməzlikləri nəzərə almasaq. Ayın ilk 4 günündə maddi məsələlər özünü qabardacaq, hər ayın əvvəlində olduğu kimi. Ayın 11-nə qədər olan dövrdə isə çalışın ki, karyera ilə bağlı vasitəçi insanların köməyindən istifadə etməyəsiniz. Əgər öz işlərinizi özünüz həll etmək istəsəniz, bunun öhdəsindən gələ biləcəksiniz. Ayın 11-dən 21-nə qədər olan dövrdə 2 müxtəlif ideyanızı həyata keçirə biləcəksiniz. Bu dövr həm sevgi münasibətləri üçün, həm yeni və uzun müddətli tanışlıqlar üçün, həm də karyera üçün uğurlu zamandır. Ayın 21-dən sonuna qədər olan dövrdə isə 2 müxtəlif istiqamətdən gəlirlər əldə edəcəksiniz. Bunlardan biri əvvəldən qurduğunuz işlərin gəliri olacaq, biri isə yeni ideyalarınızı həyata keçirdiyinizə görə əldə etdiyiniz gəlir olacaq. Odur ki, ilin son ayı və son günləri sizin üçün daha uğurludur. Növbəti ilə nikbin şəkildə keçmək olar. Xüsusi şəkildə özünüzə, sağlamlığınıza, işlərinizə və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Şirlər haqqında bu aylıq bu qədər. Qız bürcü. Dekabr ayı. İlin bu son ayı bir qədər təzadlı ay olacaq. Yaxşı və pis hadisələr tez-tez bir-birini əvəzləyəcək. Ayın ilk günlərini gərgin şəkildə keçirəcəksiniz. İlk 4 gündə özünüzü ələ almağa çalışın. Ayın 4-dən 9-una qədər olan dövrdə isə əsasən maddi məsələlərin həllinə yönələcəksiniz. Ayın 9-dan 16-sına qədər səfərləriniz ola bilər. Bu səfərlərdə işlərinizin o qədər də xoşa gələn vüsət almayacağı görünür. Odur ki, mübahisələrdən və münaqişələrdən uzaq qaçmağa çalışın. Əsasən də ayın 15-i və 16-sı yaranmış mübahisələrdən uzaq durun ki, bunların səbəbkarı və təqsirkarı siz olacaqsınız. Ayın son 10 günlüyündə isə artıq hər şey qaydasına düşəcək, problemlər həll olmuş olacaq, artıq hər şey geridə qalmış olacaq, karyera ilə bağlı yeni addımları da ata biləcəksiniz, 2 müxtəlif istiqamətdən gəlirlər də əldə edə biləcəksiniz. Odur ki, ayın dolayısıyla da ilin son günləri xoşa gələn şəkildə olacaq, növbəti ilə nikbin şəkildə keçmək olar. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Qızlar haqqında bu aylıq bu qədər. Tərəzi bürcü. Dekabr ayı. İlin bu son ayında ayın ilk günləri bir qədər xoşa gəlməz olsa da, hər şey qaydasında gedəcək. Əsasən də ilk günlər əsəb sistemi ilə bağlı problemlərinizin olacağı görünür. Ayın 4-dən sonra öz ideyalarınızı həyata keçirə bilərsiniz. Ayın 15-nə qədər işlərinizin bir qədər ağır olacağı görünür. İşlər sizi yorsa da, öhdəsindən uğurla gəlsəniz, zəhmətinizin bəhrəsini nəzərdə tutduğunuz şəkildə götürə biləcəksiniz. Ayın ikinci 15 günlüyündə büdcənizdə 3 müxtəlif istiqamətdə artım olacağı gözlənilir. Bunlardan sonuncusu daha çox olacağı gözlənilir. Odur ki, siz də gördüyünüz kimi ay və dolayısıyla da il daha xoş şəkildə tamamlanır. Ona görə də növbəti ilə nikbin şəkildə keçmək olar. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Tərəzilər haqqında bu aylıq bu qədər. Əqrəb bürcü. Əqrəblər üçün dekabr ayının birinci yarısı xoşa gəlməz olsa da, ayın ikinci yarısı hər şey qaydasında olacaq. Ayın ilk günlərində bir qədər özünüzü nasaz hiss edəcəksiniz. Ayın 6-sından 9-una qədər olan dövrdə çalışın ki, övladlarınıza və ailənizə daha çox vaxt ayırasınız. Uzaqda yaşayan qohumlarınıza da baş çəkə bilsəniz daha yaxşı olar. Ayın 12-dən 16-sına qədər olan dövrdə mübahisələrdən və münaqişələrdən qaçmağa çalışın. Əgər mübahisələr və münaqişələr yaranarsa, bunların səbəbkarı və təqsirkarı siz olacaqsınız. Ayın 16-sından 21-nə qədər işlərinizin bir qədər ağır olacağı görünür. İşlərinizin öhdəsindən gələ bilsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Ayın 3-cü 10 günlüyündə 2 dəfə müxtəlif istiqamətlərdə büdcənizdə artım olacağı gözlənilir. Budur ki, ay dolayısıyla da il xoşbəxt sonluqla
başa çatır. Odur ki, növbəti ilə nikbin şəkildə keçmək olar. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və münasibətlərinizə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Əqrəblər üçün bu aylıq bu qədər. Oxatan bürcü. Dekabr ayı oxatanlar üçün ilin uğurlu aylarından biridir. Ayın ilk 6 günündə bir qədər özünüzü nasaz hiss edəcəksiniz. Bu, sizin səfərlərinizlə də bağlı ola bilər, uzaq yol getməklə də bağlı olar ki, özünüzü yorğun hiss edəsiniz. Səfərlərdə də özünüzü o qədər xoşa gələn hiss etməyəcəksiniz. Səfərləri təxirə sala bilsəniz daha yaxşı olar. Ayın 6-sından 11-nə qədər olan dövrdə maddi məsələlərdə aldanma ehtimalınız var. Çalışın ki, vasitəçi insanların köməyindən istifadə etməyəsiniz. Alqı və satqılarınız olarsa, vasitəçi insanlardan istifadə etməyin. Ayın birinci yarısında, daha doğrusu əsasən də ayın 11-i 16-sı aralığında xərclərinizin bir qədər artacağı görünür. Ayın 16-sından 23-nə qədər olan dövrdə ailə və sevdiyiniz insanlara daha çox vaxt ayırın. Övladlarınızı da diqqət mərkəzində saxlamağa çalışın. Ayın 23-dən sonuna qədər olan dövrdə büdcənizdə iki müxtəlif istiqamətdə artım olacağı görünür. Odur ki, ay və dolayısıyla da il gördüyünüz kimi xoş şəkildə sona çatır, növbəti ilə nikbin şəkildə addımlamaq olar. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, münasibətlərə, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Oxatanlar üçün bu aylıq bu qədər. Oğlaq bürcü. Dekabr ayının əvvəlindəki bir neçə günü nəzərə almasaq, ay ilin ən uğurlu aylarından biridir. Dekabrın ilk 4 günündə əsəb sistemi ilə bağlı bir qədər gərginliklərin olacağı görünür. Çalışın ki, hər şeyi çox da ciddiyə almayasınız. Həm iş baxımından çox işləməyin, özünüzə bir qədər fasilə verin, istirahətə də vaxt ayırın. Onsuz ki, ayın 4-dən 12-sinə qədər olan dövrdə əsas planlarınızı həyata keçirə biləcəksiniz. Çox da gərgin işləməyə ehtiyac yoxdur. Ayın 12-sindən 18-nə qədər işə daha çox vaxt ayırmalısınız. Əsas işləri dövrdə həll etməlisiniz ki, ilin demək olar ki, həll edici işlərini tamamlamalısınız. Ayın 18-dən sonuna qədər olan dövrdə iki müxtəlif istiqamətdən gəlir əldə edəcəyiniz görünür. Ayın son həftəsi karyera baxımından da uğurludur. Karyerada bir addım yüksələcəyiniz görünür. Gördüyünüz kimi ayın sonu dolayısıyla 25-ci ilin sonu uğurludur. Odur ki, növbəti ilə nikbin şəkildə keçmək olar. Yenə də özünüzə, karyeranıza, işinizə, ailə və sevgi münasibətlərinizə xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Oğlaqlar haqqında bu aylıq bu qədər. Dolça bürcü. Dekabr ayı həm də ilin son ayı dolçalar üçün ən uğurlu aylardan biridir. Dekabrın ilk günlərini sevdiyiniz insana ayırsanız daha yaxşı olar. Əsasən də ilk 4 gündə sevdiyiniz insana vaxt ayırmağa çalışın. Bu, sevgidə yaşadığınız ən xoş günlərdən, ən xoş anlardan biri ola bilər. Ayın 4-dən 11-nə qədər olan dövrdə isə artıq səyahətlərin zamanıdır. Bu səfərlər daha çox işlə bağlı olan səfərlər və səyahətlər olacağı gözlənilir. Əgər səfərlərinizi düzgün şəkildə planlaşdıra bilsəniz, işlərinizin öhdəsindən uğurla gələ biləcəksiniz. Demək olar ki, gələcək üçün işlə bağlı yatırımlar etmək üçün uğurlu zamandır. Yəni işlə bağlı yatırım etmək istəyirsinizsə, bunu dekabrın 12-sindən 18-nə qədər olan dövrə salmalısınız ki, gələcəkdə layiqincə qazancını və bəhrəsini götürə biləsiniz. Dekabrın son 12 günü iş və karyera üçün uğurlu zamandır. Artıq işlərinizi düzgün şəkildə qurmusunuzsa, sürətlə irəliləməyə doğru gedirsiniz. Gördüyünüz kimi ayın sonu və dolayısıyla 2025-ci ilin sonu daha çox uğura doğru gedən bir yoldur. Odur ki, növbəti ilə nikbin şəkildə keçmək olar. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranıza xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz.
Dolçalar haqqında bu ay üçün olan proqnozlarımız bu qədər. Balıqlar bürcü. Dekabr ayı. İlin bu son ayı xoşa gəlməz şəkildə başlasa da xoş sonluqla bitəcəyi görünür. Ayın ilk həftəsində ailə və sevgi münasibətlərində problemlərin yaranacağı gözlənilir. Odur ki, ailə üzvlərinizə qarşı diqqətli olun. Bu həm həyat yoldaşınız, sevdiyiniz insan, həm də övladlarınız və valideynləriniz də ola bilər. Yəni bu digər ailə üzvləri də ola bilər. Odur ki, ailə üzvlərinə qarşı diqqətli olmağa çalışın. Əks təqdirdə ayın ilk 13 gününü gərgin şəkildə keçirəcəksiniz. Ayın 13-dən 19-na qədər olan dövrdə isə əsasən karyerada yeni addımlar atmağa çalışacaqsınız və vasitəçi insanların köməyindən istifadə etməməyə çalışın, çünki bu o qədər də xoşa gələn nəticə verməyəcək. Özünüz müstəqil şəkildə irəliləyə bilsəniz, daha çox uğur qazanacaqsınız. Ayın son 10 günlüyü iş və karyera üçün daha uğurlu zamandır. Karyerada bir pillə yüksəlməkdə görünür. Həm də ayın son 13 günündə büdcənizdə 2 dəfə müxtəlif istiqamətlərdən artım olacağı gözlənilir. Gördüyünüz kimi ayın sonu, dolayısıyla ilin də sonu xoşa gələn şəkildə bitir. Odur ki, növbəti ilə nikbin şəkildə keçmək olar. Yenə də özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Balıqlar haqqında bu aylıq proqnozlarımız bu qədər. Əziz izləyicilərim, bu aylıq proqnozlarım bu qədər. YouTube kanalıma abunə olub digər proqnozlarda izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız.